Hər kəsə salam. Bugündən etibarən artıq konfransımıza start verdik və tələbələrimiz fərqli komitələrdə və komanda olaraq ölkəmizi təmsil edirlər. Buradan onların hər birinə uğur arzu edirəm və əminəm ki, uğur və qələbə onların olacaq. Çünki biz bu yolda böyük bir əmək sərf etdik və təcrübəyə malikik və buradan bütün komandamı salamlayır və onlara uğur arzu edirəm. Hər kəsə salam. Artıq konfransımızın 3-cü günü və debatlarımızın isə 2-ci günüdür və buradan bütün iştirakçılarımıza uğur arzu edirəm və hər dəfə olduğu kimi tələbələrimiz müxtəlif komitələrdə ölkəmizi təmsil edirlər və hal-hazırda Security Council komitəsinin qarşısındayıq və burada Azərbaycanı təmsil edən Alpay Novruzlu, Əli Nəsibli və Banu Qulubəylidir və buradan bütün iştirakçılarımıza uğur arzu edirəm və düşünürəm ki, qələbə onların olacaq və çünki biz bu yolda yetəri qədər əmək və təcrübəyə sahibik və düşünürəm ki, bu onlar üçün uğurlu konfranslardan biri olacaq. Hal-hazırda Historical Security Council komitəsinin qarşısındayıq və bu komitədə də bizi Aylin Partifruşi və Dəniz Quluzadə təmsil edir və onların da resolutionları keçənlər sırasındadır və ümumiyyətlə onlar bizim qaliblər sırasında gördüyümüz iştirakçılardan biridir və buradan onlara uğur arzu edirəm və onu da qeyd edim ki, bizim ilk dəfədir ki, tələbələrimiz bu komitədə bizi təmsil edir. Baxmayaraq ki, illərdir ki, bu yarışlarda iştirak edir, amma ilk dəfədir ki, bizim hər hansı bir tələbəmiz bu komitədə bizi təmsil edir və hal-hazırda da siz tələbələrin aktiv debatları yox, resolutionlarının müzakirəsi gedir, resolutionlarını oxuyurlar və demək olar ki, komitənin ən kiçik komitələrdən biri, amma debatların ən gərgin keçdiyi ümumiyyətlə Security Council və Historical Security Council komitələri ən çətin və debatların ən qızğın debatların getdiyi komitələrdən biri hesab olunan komitədir. Və bu komitəni uğurla başa vurduq və bu komitədən olan bizim iki tələbəmiz Honorable Mention aldı və Əflatunun və Öməri təbrik edirəm və o birisi komitələrimizdən də belə gözəl xəbərlər gözləyir. Bizim aylardır ki, səbirsizliklə gözlədiyimiz gün gəldi, çıxdı və bu günlərim Azərbaycan komandası olaraq BMT-nin baş ofisində ölkəmizi təmsil edirik və buradan bütün iştirakçılarımıza uğur arzu edirəm və bizim üçün qürur vericidir ki, dünya liderlərinin və dünyanı idarə edən qüvvələrin yer aldığı bir kürsüdə bugün bizim Azərbaycanımızın gənc diplomatları yer alacaq və ölkəmizi təmsil edəcək və demək olar ki, bir il ərzində bu yolu gəlmək üçün biz böyük bir yol qət etdik və dünyanın fərqli ölkələrində, BMT-nin fərqli komitələrində ölkəmizi qürurla təmsil etdik və bugün artıq bizim final mərhələmizdə də buradan bütün komandama uğur arzu edirəm və ölkə təmsilçisi olduğumuz Change the World layihəsində əsas missiyamız Azərbaycanı normal şəkildə təmsil etmək və Azərbaycan gənclərinin potensialını dünyaya sübut etməkdir. Salam, mən Əmrə Əflatun. Bugün biz Change the World Immune New York'da ECOSOC komitəsində Avstriya ölkəsini təmsil edirəm. Biz ən son Şeyin Akademiya ilə Fransada Change the World Immune Paris'də idik. Mən orada UNESCO komitəsində İslandiya ölkəsini təmsil edirdim. Orada özüm üçün çox böyük təcrübələr qazandım və inşallah bugün Change the World Immune New York'da isə daha çox təcrübə qazanım və mükafat almağı da arzu edirəm. Taxes in underdeveloped countries because most countries like underdeveloped countries pay taxes, well, big taxes, and taxes is a really big problem. What we want to talk about is not only reducing taxes, but we want to support every single country, not only the EU, but every single underdeveloped country. What we're trying to do is support every country with the support that they need, because most underdeveloped countries don't have the support that they need, and they just cannot develop it that way. So what we're trying to do, and what we're saying in our resolution is,
every single underdeveloped country gets the support that they need, and every single country in underdeveloped countries, taxes are reduced, and we want every single person and every single country to have the best and a happier life, because with high taxes, there's no way of a better life. So what we're trying to do is support every single country, and combine everybody. Not only the EU, but every single world. So that's why if you agree with us, just send us a note and we're up front. Thank you. Say something. Yeah, so this is my second Change the World MUN experience, and first of all, besides I want to thank my teacher, Jala teacher, so much for this experience. If it wasn't for her, I wouldn't be here right now. And first of all, my mom is not here, but I want to thank her as well. Has enhanced healthcare services, particularly in underserved areas. However, these collaborations must be guided by strong policies to ensure affordability, equity, and public well-being over profit. Thailand encourages all nations to foster responsible and transparent public-private partnerships. Salam, mən Əli Nəsibli, mən 10-cu sinif şagirdiyəm. Həmçinin də Şeyin Akademiyada təhsil alıram. İlk öncə sizə onu çatdırım ki, mən ilk olaraq Abu Dhabi, ikinci olaraq Paris və son olaraq isə BMT-nin baş ofisində baş tutacaq New York MUN-də iştirak edirəm. Mənim burada təmsil edəcəyim ölkə USA-dir, Amerika. The delegation of USA would like to raise a motion on the topic of the role of NATO in ethnic security. General time 15 minutes, for speaker time 1 minute, focus moderator. The topic? Topic, the role of NATO in ethnic security. Okay. Salam, mən Alpay Novruzov. Beynəlxalq Təhsil və İnnovasiya Məktəbinin şagirdiyəm. Bugün Şən Akademiya ilə birlikdə Amerikada BMT-nin baş ofisində iştirak edirik, ölkəmizi təmsil edirik. Mən Şən Akademiya ilə birlikdə təqribən 7 dənə MUN layihəsində iştirak etmişəm. Fransa, İtaliya, Amerika və Abu Dhabi'də ölkəmi layiqincə təmsil etmişəm və bu mənim Amerikada ikinci səfərimdir. Və mən çox şadam və çox qürurluyam ki, öz ölkəmi, millətimi mən təmsil edirəm Amerikan baş ofisində və düşünürəm ki, inşallah gələn müəllimlərlə birlikdə gələcəkdə bundan da uğurlu nailiyyətlərimiz və nəticələrimiz olacaq. Çox sağ olun. And discuss such a global topic. Dear delegates, Arctic is changing, the ice is melting, and so it's stability. What was a peaceful, untouched region is growing by hotspot for geopolitical tensions. Nations are competing for control, influence, and resources. If we don't act now, this competition could lead to conflict. The delegation of South Korea stands for peace, cooperation, and respect for international law. The Arctic must not become a battlefield for power. It should remain a zone of diplomacy and sustainable development. Together, we must prevent the escalation and ensure the stable future for all these nations. Dear delegates, the delegation of South Korea calls every single delegation for collaboration. And also we know that the key of success is collaboration. Thank you, Chair. Thank you, delegates. It's my 8th experience in the Change the World MUN, and it's my second delegation. Just I would like to mention, like, it's my first time I am a single delegate, like I don't have any partner. That's why I'm a single delegate and I got best delegate. It's very unbelievable experience for me that I got like unbelievable persons, friends, and it's very nice to work with my delegates, with my sponsors, and with my friends. Thanks so much. What can I say else? Thank you.
Hamıya salam, mən Vəlizadə Ayan, 27 nömrəli məktəbin şagirdi. Shein Akademi komandası ilə bu gün biz New Yorkda BMT-nin baş qərargahındayıq. Shein Akademi komandası ilə mən müxtəlif layihələrdə iştirak eləmişəm. Shein MUN və Change the World Paris MUN kimi. Və bu gün biz BMT-nin baş qərargahında New York şəhərində öz ölkəmizi təmsil edərək çıxış edəcəyik. Hello everyone, my name is Aylin Parchafarushi. I'm a 10th grade student studying in a school 132-134, and today I'm here in a headquarter of United Nations in New York and representing my country as a young diplomat. I'm planning to shape a global future and make life way much easier and better. In a world that is increasingly divided along geopolitical lines, where many nations are pulled in different directions. Whether engaging with the United States, China, or the European Union, or fostering relations with the developing world, Indonesia strives to be a neutral platform for cooperation. Our neutrality enables us to mediate conflicts, bridge divides, and to create spaces for dialogue. Hi, my name is Banu Gulubayli. I'm a student of Shein Academy. Today we are in US. New York. I'm representing the United States of America in the Committee of Security Council. I'm really honored to be here because I get to meet new friends and get this experience. Salam, mənim adım Aydan Cəbrayılova. Biz bugün BMT-nin baş ofisindən gəlib Change the World konferansındayıq, New Yorkda, Amerikada və bu mənim ikinci MUN experience-imdir və Shein Akademiyə və valideynlərimə çox təşəkkür etmək istəyirəm. To move forward, we must strengthen our institutes and laboratories, ensuring they have the resource to respond rapidly to emerging threats. Moderate and ethical chemical virus research is essential for understanding and combating future outbreaks, which Italy recognizes. Additionally, reducing tariffs for pharmaceutical companies and can encourage the development of life-saving cures and vaccines, making them accessible to all. Education and social awareness are powerful tools in preventing diseases and promoting well-being. An informed society is a healthier society. Thailand has made significant progress in public health campaigns, educating citizens in disease prevention, nutrition and hygiene. However, there is still much work to be done globally. Accessible health education empowers individuals to make informed choices, reducing the burden on healthcare systems. Honorable Chair, esteemed delegates, Thailand firmly believes that public-private partnerships are essential for building strong and sustainable healthcare systems. As healthcare demand continues to rise, collaborations between governments and the private sector can expand access, improving efficiency and drive medical innovation. Hello, I am Deniz Gulzade. I am a student in Turkish Diyanet Lyceum and I am here in United Nations headquarters office with Shein Academy. I've been to multiple MUNs before and in Dubai I've been to Change the World MUN with Ms. Jana again, and I'm looking forward to enjoying this New York trip and conference. By maintaining optimizing communication and cooperation with all parties, we create opportunities for collaboration, trade and mutual respect and benefit. In a world where tensions often run high, Indonesia's neutral position provides a space for constructive conversation and peaceful conflict resolution. Indonesia will continue to play its role as a neutral actor, fostering dialogue, understanding and cooperation. We urge all nations to embrace this path of peace, not as passive observers, but as active participants in a shaping a better, more harmonious world for future generations. Thank you. Hər kəs salam, mən İlyas Qalayev, mənim 15 yaşım var və 9-cu sinifəm. Mən indiyə kimi Paris MUN-də, Abu Dhabi MUN-də, İtaliya MUN-də və indi isə UN-in baş ofisi olan New York MUN-də iştirak edəcəm. Mən burada Avstraliya ölkəsini təmsil etməyə gəlmişəm.
Amma biz burada hamımız bütün Şeyan Akademi ilə birlikdə Azərbaycanı təmsil edirik. Still left behind, without access to the digital tools that can shape their futures. This is not just a divide in technology. It's a divide in hope, opportunity, and progress. Austria believes that every person, no matter where they live, deserves the right to education, healthcare, and a chance to succeed in this digital age. The digital divide is not just a challenge. It's a crisis we must face together. We must act now. We must invest in building infrastructure, improving education, and making technology affordable and accessible for everyone. UNDP has the power to lead this change. The future is digital, but it must also be fair and inclusive. Delegates, let's not just talk about solutions. Let's create them. Thank you. Herkese salam, mən Layla Musayeva, Tərəqqi Liseyinin şagirdiyəm. Şeyn Akademi ilə birlikdə bir çox beynəlxalq layihələrdə iştirak etmişəm. Keçən səfər Fransanın UNESCO binasında əyləşmişdik. Hal-hazırda New Yorkda BMT-nin baş ofisində dünyanın aparıcı liderlərinin əyləşdiyi və qlobal müzakirələrin həll olunduğu BMT-nin baş ofisində əyləşmişik. Bu imkanları bizə yaratdığına görə Şeyn Akademiyə dərin təşəkkürümü bildirirəm. Honorable Chair and distinguished delegates, the COVID-19 pandemic was not just a health crisis. It was a test of our preparedness, our resilience, and our commitment to global cooperation. It exposed weaknesses in our medical infrastructure, the need for faster vaccine development, and the importance of scientific research in preventing future pandemics. Delegates, the world cannot afford another unprepared response. Let us learn from history and act decisively to build a future where science, policy, and our innovation work hand in hand to protect humanity. Thank you. Hər kəsə salam, mən Əsədli Nihat, Müasir İnnovasiyalar Liseyinin tələbəsiyim. Şeyn Akademi ilə biz bu gün BMT-nin baş ofisində iştirak edirik və ölkəmizi təmsil edirik. We need better training to prepare peacekeepers for cyber and terrorist threats, stronger international cooperation, and investment in advanced technology. At the same time, we must uphold human rights and ensure that peacekeeping missions remain fair and effective. Delegation of Italy looks forward to working together at CWE to build a safer and more peaceful world. Thank you, Chair. Thank you, delegates. Closed. Cyber attacks destabilize nations and climate-related crises force mass displacement, fueling violence. If we don't act, these threats will only grow. Italy believes peacekeeping must evolve. Okay, hello guys again. It was my fourth immune experience, really and I think it was the best one. I really want to give a thanks for everyone who was there, mostly for the delegation of Spain and Italy. Thank you guys. I want to say thank you for my teacher, thank you You're welcome. for this experience and to my parents. I really love you guys. See you next time. Thank you. And thank you, Chairperson, for being here today and yesterday and previously. Bir dənə danışım da. Bir dənə mən tez deyim, çıxmam, bir hafta yetişirik. Hello, I'm Rihat Chazımlı. I'm a 10th grade student in Landau School, and today we are in United Nations headquarters with our group Mjale, and we hope this passes very well and we get a lot of rewards. We stand at a defining moment in history. As humanity reaches further into the cosmos, we must decide, will space be a domain of peace and discovery, or will it become the next battlefield? The choices we make today will shape the future for generations to come. Our working paper is sponsored by Israel, Japan, Qatar, Sri Lanka, Switzerland, and Vietnam.
in Julia School in IB Stream. So today it was our final session and we had 3 days of this amazing MUN and I'm really happy to participate here. Today me and my partner Ayan, which is not here right now, but we won the award, honorable mention. I'm really happy because it's my first awards ever in any MUNs and I have learned a lot of stuff in this MUN and it was an amazing experience and I'm really happy that I participated here and I'm looking forward to participating in the future as well. Thank you. 4 gün dayanmadan tələbələrimiz debatlarda və konfransda yer alır və bizim üçün çox möhtəşəm bir təcrübə idi. Həmişə olduğu kimi və çox gözəl uğurla ölkəyə geri dönürük və maraqlı odur ki, hər komitədə olan bütün tələbələrimiz uğur əldə edib və hal-hazırda da bizim closing seremonimizdir və sonu səbirsizliklə gözləyirik və düşünürəm ki, orada da bizi uğur gözləyir və bu prosesdə bizə dəstək olan, bizə bu uğur hissini və qürur hissini yaşadan bütün tələbələrimizə, valideynlərimizə təşəkkür edirəm və eyni zamanda bizim əsas bu layihədə dəstəkçimiz və müəllimimiz olan Ayaz müəllimə təşəkkür edirəm ki, məhz onun əməyi sayəsində biz bu günlərin böyük bir uğura imza atdıq və demək olar ki, bütün komitələrin honorable mentions awardları bizim komandamızındır.